Salam değerli abituriyentlər, sizinlə bugün proqramlaşdırmadan ən böyük və ən kiçik ədədin tapılması qaydasına baxacağıq. Məsələnin şərtində bizə ən böyük ədədin tapılmasını istəyir, lakin biz hər ikisinə baxacağıq. Həm ən kiçik ədədin tapılması, həm də ən böyük ədədin tapılmasına baxacağıq. Deməli, bizə deyir ki, sonda 128 qiymətini çapa vermişdi n və S-ə daxil edə biləcək ədəd hansı olar? Biz ən kiçiyi tapaq ilk öncə. S-ə daxil edə biləcəyimiz ən kiçik ədəd hansı olar ki, nəhayət 128 ədədi çapa verirlər. Baxıram ki, biz əgər n-imiz sonda 128 qiymətini çapa verib və ilk qiyməti 1-ə bərabərdirsə, deməli 2 üstündə 7, yəni 7 dəfə dövr edib ki, hər dəfə 2-yə vuraraq dövr edib və 1-ə bərabər, əvvəlcə 1-ə bərabərdirsə və hər dəfə 2-yə vurubsa, sonda 128 alıbsa, deməli 7 dəfə dövr edib ki, 128 alıb. Deməli, dövr bərabərdir 7-yə. Dövrümün sayını buradan tapdım ki, 7-yə bərabərdir. Buradan da baxıram ki, S nə zaman ki 94-dən kiçikdir, mən bu gövdəni yerinə yetirirəm. S əgər böyük bərabər 94 olarsa, dövrün gövdəsindən çıxarım. Yəni, S-im 94-dən böyük və yaxud bərabər olarsa, artıq mən bura yox deyərəm və n-in qiymətini çapa verərəm. Dövrün mən burada sayını tapdım ki, 7-yə bərabərdir. S-in də hər dəfə üzərinə 8 gəlib. Yəni, əgər dövr 7 dəfə davam edibsə, S-in üzərinə 7 dəfə 8-i gəlmişəm. S bərabərdir. S-in üzərinə gələrəm 7 dəfə 8-i. Buradan 56 alaram. Yəni, ümumilikdə 7 dəfə dövrdə S-in üzərinə 56 gəlmişəm. Böyük bərabərdir. 94 olub ki, dövrdən çıxmışam. Və S də deməli, böyük bərabərdir 38 olub. Deməli, mən 38-i ən kiçik, daha doğrusu S-ə ən kiçik 38-ə daxil etsəm, yəni ən kiçiyi tapıram çünki mən 128 ədədini alaram. Deməli, mənim üçün S-ə daxil edə biləcəyim ən kiçik ədəd 38-dir. 38. Deməli, ən kiçiyi tapdıq. İndi ən böyüyü necə tapaq? Ən böyüyü necə tapaq? Deməli, dedik ki, dövrümüz neçəyə bərabərdir? 7-yə. Yəni, 7 dəfə dövrdən sonra mən 128 qiymətini almışam. Mən ən kiçiyi tapdım. Ən böyüyü tapmaq üçün isə bir dövr əvvələ qayıdıram. Yəni, dövr sayı 6. Əvvələ qayıdıram, bir dövr əvvələ. Bir dövr əvvəldə S hələ də kiçikdir 94-dən. Niyə? Çünki mən S-im, yəni 6-cı dövrdə S hələ də 94-dən kiçik olmalıdır ki, mən buna hə deyəm, gələm 7-ci dövrdə yerinə yetirəm, 128 qiymətini alam. Çünki 6-cı dövrdə mənim n-imin qiyməti 64-ə bərabər olacaq. Mənə də 64 yox, 128 qiymət lazımdır. Ona görə bir dövr əvvələ qayıdıram. Bir dövr əvvəldə, yəni S-in üzərinə bu dəfə 6 dəfə 8 gəlmişim. Deməli, 6 dəfə 8 gəlmişəm. Hələ də kiçikdir 94-dən. Deməli, S bərabərdir. S plus 48. Hələ də kiçikdir nədən? 94-dən. S də kiçikdir 46-dan. Deməli, S-in 46-dan kiçik olacaq. Deməli, ədəd hansı ola bilər? S də bərabər olar 45-ə. Deməli, S-ə maksimum 45 daxil edə bilərəm ki, S-ə maksimum 45 daxil etsəm, mən 128 ədədini alaram. Minimum isə 38 daxil etsəm, mən yenə də 128 qiymətini almış olaram.